Salam, axşamınız xeyir olsun. Gündən mühüm xəbər toplusu ilə qarşınızdayıq. Diqqətiniz bizdə olsun. Məşəd şəhərinin Səccad Universitetinin 10 tələbəsi yanvar etirazlarında iştirak etdiklərinə görə cəzalandırılıb. Bu barədə İnsan Haqları Təşkilatları məlumat yayıb. Məlumata görə Universitetin İntizam Komitəsinin qərarına əsasən onların 2 il yarımdan 4 ilə qədər təhsillərinə qadağa qoyulub. Etiraz eyləmlərində iştirak edən tələbələrin ixtişaş yaratmaqda günahlandırıldıqları bildirilib. Hazırda həbsdə olan Qəzvinli fəal Suri Babayi Çegini və həyat yoldaşı Məhəmməd Rıza Murad Behruzi İnqilabi Prokurorluğunun 1-ci İstintaq şöbəsinə çağırılıblar. Bu barədə onların yaxınları məlumat yayıb. Onlara göndərilən çağırış məktubunda 5 gün ərzində prokurorluğun adı çəkilən bölməsində olmaları istənilib. Fəallar milli təhlükəsizliyə zidd olaraq şəbəkələrə, media nümayəndələrinə, sosial media və ya xarici kanallara video, şəkil və məlumat göndərmək, İsrail düşmən ölkələr, düşmən qruplar və ya onlarla əlaqəli hər hansı bir qurum üçün milli təhlükəsizliyə zidd olan hər hansı bir əməliyyat və kəşfiyyat fəaliyyəti göstərməkdə günahlandırılıblar. Qeyd edək ki, Suri Babayi Çegini yanvarın 6-sında etiraz eyləmlərində həbs olunaraq saxlanılıb və rəhbəri təhqir etmək və hökumətə qarşı təbliğat ittihamları ilə 3 il həbs cəzasına məhkum edilib. Davam edirik. Uçuşların azalması aviaşirkətlərdə geniş ixtisarlara səbəb olur. Günas TV-nin məlumatına görə son müharibədən sonra uçuşların azalması və bəzi təyyarələrin sıradan çıxması İranın hava nəqliyyatı sektorunda yüzlərlə nəfərin işsiz qalmasına səbəb olub. İLNA agentliyinin yaydığı məlumata əsasən Tehran şəhərində fəaliyyət göstərən aviaşirkətlərdə çalışan təxminən 1500 uçuş bələdçisindən 400-ə yaxını son aylarda işini itirib. Məlumata görə aviaşirkətlər azalan uçuşlar və artan xərclər səbəbindən işçi sayını azaltmağa başlayıblar. Eyni zamanda İranın hava donanmasına dəyən zərərlə bağlı fərqli rəqəmlər açıqlanır. Bəzi rəsmlər 20-yə yaxın təyyarənin zədələndiyini bildirsələr də digər mənbələr bu sayın 50-yə yaxın olduğunu qeyd edirlər. Mütəxəssislər hesab edirlər ki, təcrübəli və təlim keçmiş işçilərin bu sahədən uzaqlaşması gələcəkdə hava nəqliyyatı sektorunun bərpasını çətinləşdirə bilər. Məlumatlara görə işini itirən bir çox uçuş bələdçisi dolanışığını təmin etmək üçün taksi xidmətlərində və digər xidmət sahələrində çalışmağa məcbur olub. ABŞ prezidenti Donald Trump yaxın saatlarda İrana qarşı yeni və sərt zərbələrin indiriləcəyini açıqlayıb. Trump bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib. Biz onları dünən sərt şəkildə vurduq. Bugün də yenidən sərt şəkildə vuracağıq deyə ABŞ prezidenti qeyd edib. Onun sözlərinə görə bu qərar İran qüvvələrinin Birləşmiş Ştatlara məxsus helikopteri vurması ilə əlaqədardır. Tehran rəsmiləri ilə birbaşa danışdım və onlar hücumların dayandırılması üçün yalvardılar. Bunu ABŞ prezidenti Donald Trump deyib. ABŞ prezidenti həmçinin ABŞ qırıcı təyyarələrinin İran səmasında fəaliyyət göstərdiyini təsdiqləyib. Çıxışının başqa bir hissəsində o, İsrailin ABŞ-nin İrana son hücumlarında iştirak etmədiyini söyləyib. Fox News həmçinin Trumpın hələ də İrana daha çox hücum etmək ehtimalını istisna etmədiyini bildirib. Birləşmiş Ştatlar Silahlı Qüvvələri bugün şərq vaxtı ilə saat 17:15-də baş komandanın göstərişi ilə İrandakı bir neçə hədəfə qarşı əlavə özünü müdafiə zərbələri endirməyə başlayıb. Bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb. Məlumatda zərbələrin İranın əsassız və davam edən təcavüzünə cavab olaraq həyata keçirildiyi bildirilib. Bundan sonra CENTCOM səhər saatlarında hücumların başa çatdığını bildirib. İsrailin baş naziri Benyamin Netanyahu Livan xalqına video müraciətində İsrailin onlarla müharibədə olmadığını bildirib və münaqişənin Hizbullah və İranla olduğunu deyib. Livan xalqı, sizə bir mesajım var. İsrail sizinlə müharibədə deyil. Biz sizin ölkənizi girov götürən, İranın əmrlərini yerinə yetirən, ərazinizdən İsrailə qarşı terror hücumları üçün istifadə edən Hizbullahla müharibədəyik deyə Netanyahu deyib. İranın cənubunda bir sıra partlayış və hava zərbələri səsləri eşidilib. Bu barədə İranın Dövlət Xəbər Agentliyi İRNA məlumat yayıb.
İRNA-nın məlumatına görə cümə axşamı səhər saatlarında ölkənin cənubundakı Bəndər Abbas, Geşim, Həngam, Sidik və Minab şəhərlərində, eləcə də paytaxt Tehranın qərbində yerləşən Kərəcdə partlayış və hava zərbələri səsləri eşidilib. Məlumata əsasən cənubdakı Dəşti bölgəsinin dağlıq ərazilərində yerləşən bir məntəqədə hədəfə alınıb. Hadisələrin miqyası və mümkün itkilərlə bağlı hələlik rəsmi məlumat verilməyib. ABŞ Hərbi Hava Qüvvələri İrana hücum əməliyyatlarında Sepahın bazalarına raket zərbələri endirib. Bu barədə Sepahın yaydığı bəyanatda bildirilib. Məlumata görə Kərəc və Nəzərabadda 2 kazarma, Pişvada isə bir hərbi bazaya zərbələr endirilib. Xəsarətlər və insan tələfatı barədə məlumat verilməyib. Respublikaçı senator Lindsey Graham bildirib ki, əgər İran dərhal razılaşma imzalamazsa, ABŞ İsrailə tam sərbəstlik verməli və özü də hərbi güc tətbiq etməyə hazır olmalıdır. Biz İsrailin əl qolunu açmalıyıq və əgər onlar indi razılaşma imzalamasalar, özümüz də hərbi gücdən istifadə etməliyik. Əgər Hitlerə insanların əziyyət çəkdiyini desəydiniz, bu onun vecinə olmazdı, deyə Graham Fox telekanalına müsahibəsində deyib. O əlavə edib, hakimiyyətdə olan bu insanlar İran xalqının əzablarından daha çox öz ideologiyalarına və gündəmlərinə bağlıdırlar. Onlarla işləmək çox çətindir. Bu, razılaşmaların mümkün olmadığı anlamına gəlmir. Lakin aydındır ki, indiyənədək etdiklərimiz hələ də razılaşma ilə nəticələnməyib. Birləşmiş Ştatların Müdafiə naziri Pete Hegseth bildirib ki, ABŞ ordusu atəşkəs dövründən istifadə edərək İranla bağlı kəşfiyyat toplama və hədəf seçimi imkanlarını əhəmiyyətli dərəcədə gücləndirib. Hegseth Florida ştatının Tampa şəhərində yerləşən ABŞ Mərkəzi Komandanlığının qərargahı qarşısında çıxışı zamanı deyib. Belə deyək, bu komandanlıq atəşkəsdən ağıllı və yüksək səmərəliliklə istifadə edib ki, kəşfiyyat məlumatlarımızı və hədəf siyahılarımızı daha da təkmilləşdirək. O əlavə edib, ABŞ ordusunun hədəfləri müəyyən etmək, kəşfiyyat məlumatları toplamaq və müxtəlif şəbəkələrə nüfuz etmək qabiliyyəti epik qəzəb əməliyyatının başlanğıcı ilə müqayisədə xeyli yaxşılaşmış olacaq. Birləşmiş Ştatların Bağdaddakı səfirliyi İraqda yaşayan Amerika vətəndaşlarını maksimum ehtiyatlı olmağa və ölkəni tərk etməyə çağırıb. Səfirlik son regional hadisələr fonunda hava məkanının qəfil bağlanması və ya nəqliyyat əlaqələrinin gözlənilmədən pozulmasının baş verə biləcəyi barədə xəbərdarlıq edib. Səfirlik bildirib ki, bəzi əməkdaşların ölkədən çıxarılması barədə göstəriş verilməsinə baxmayaraq, ABŞ-nin İraqdakı diplomatik missiyası fəaliyyətini davam etdirir. Bununla yanaşı, Amerika vətəndaşlarına xatırladılıb ki, İraq hələ də ABŞ-nin səyahət tövsiyələri sistemində ən yüksək səviyyə olan 4-cü dərəcəli səyahət etməyin xəbərdarlığı altında qalır. İordaniya Silahlı Qüvvələri İrandan Krallıq ərazisi istiqamətində atılmış 20 raketi ələ keçirərək məhv edib. Bu barədə İordaniyanın dövlət televiziyası Silahlı Qüvvələrin baş qərargahının bəyanatına istinadən məlumat yayıb. Rəsmi hərbi mənbənin məlumatına əsasən İordaniya Kral Hərbi Hava Qüvvələrinin hava hücumuna müdafiə sistemləri və təyyarələri bugün İrandan Əzraq rayonu istiqamətində atılmış 20 raketi ələ keçirərək məhv edib. Raket qalıqlarının yerə düşməsi insan tələfatına və maddi ziyana səbəb olmayıb. Ordunun mühəndis bölmələri partlayıcı maddələrin olmadığına əmin olmaq üçün raket qalıqlarını zərərsizləşdirib deyə bəyanatda deyilib. Belə hörmətli tamaşaçılar, bugünə çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.